دارید چون اینجا فضای خود بازتره من بگم الان ایران و ایالات متحده در سوریه میتوانند زمین بازی مشترک تعریف کنند همون جوری که توی عراق کردند در مقابل ترکیه به دلیل اینکه مسئله کردهای اونجا YPG اونجا مورد تأکید آمریکاست و ترکیه احساس خطر جدی میکنه از اون سمت برای همین تقابل ایجاد میشه ایران میتواند بر سر تأمین امنیت کردها در سوریه با آمریکا منافع مشترک داشته باشه این ربطی به دوستی و دشمنی داره اصلا نیاز داره ما با آمریکا دوست بشیم که این اتفاق بیفته ادبیات نظام بین الملل واحدهای سیاسی مثل توپهای بیلیاردن داخلشون مهم نیست چیه پادشاهی جمهوری اینها بر اساس بازیگر عقلایی رفتار میکنن Sosial medyada iki xəbər yayılmaqdadır ki, İran rejimi Suriyyədə Kürdlərdən müdafiə eləmə vasitəsilə və ya onların vasitəsilə Suriye'nin yeni iktidarını, hələ formalaşmamış iktidarını öz mənafiə cəhətində sıxıntıya qoysun. Bu xəbərlərin birisi Bəşar Əsədin İttilaat orqanının rəisi Kürdlərlə Suriyədə görüşməsi bir xəbər kimi meydana gəlib. Nə qədər düz və ya nə qədər qeyri-dəqiq bilmirəm. Amma bir tərəfdən də İran İslam Cumhuriyyətinin analiz edənlərindən biri İranla Amerikanın Kürdlərdən himayət eləməyə Suriyədə müttəhid olması İran rejimini Suriye'nin yeni mərkəzi iktidarının qarşısında pozisyon alması və mərkəzi dövləti sıxıntıya qoyma qəsdi ilə bir çaba içində olmalıdır deyə o analiz edən deyir. Amma həqiqətən düşünməliyik ki, bu baxış pəncərəsi nə qədər gerçəklərlə uyur və nə qədər həqiqətən Amerikanın mənafiyi ilə İran mənafiyinin Suriye Kürdlərindən himayət eləməklə bir-birinin yanında oturtdurur. Əvvəl Suriye'nin mərkəzi dövlətinin önəmi, əhəmiyyəti və Amerikanın onunla ilişkisinə və əlaqəsinə baxmağımız lazımdır. Əcəba Amerika dövlətinin siyasəti Suriye'də bir etkin rol oynamaq üçün Suriye'nin mərkəzi dövləti ilə ilişki və əlaqəyə girməkdədir, yoxsa Suriye'də Kürd hərəkatın etməyi ilə eləyə bilər Suriye'də etkin bir rolu olsun. Rasyonal pəncərədən baxdığımızda normal olaraq Amerika Suriye'nin mərkəzi dövləti ilə yaxın ilişki və əlaqədə ola bilirsə eləyə bilər Suriye'nin genelinde etkin bir siyaset yaparsın. Ama eğerse dünyanın en büyük etkin süper gücü yani Amerika siyasetini Suriye'de Kürtlere ve onlardan himayet etmeye odaklanırsa öz pozisyonunu Suriye'nin yeni formalaşan iktidarının karşısında zəiflədir. Bu o haldadır ki %75 cəmiyyət Suriyədə ərəblərindir və mərkəzi dövlət, hangi bir mərkəzi dövlət qurulursa qurulsun Suriyədə bir ərəb dövləti və Suriyəyə iqtidarı olan bir dövlət mərkəzdə qurulacaqdır. Amerika üçün Suriyədə etkin olması bu mərkəzi dövlətlə ilişki və əlaqədə olmaq lazımdır. Və əlbəttə bu o mənada deyil ki, mərkəzi dövlətin yanında etkin bir rol oynaması Suriye Kürdlərindən himayətin qətiyyətlə kəsmək mənasına gəlməz. Bəlkə Amerikanın həm Suriye'nin yeni qurulan mərkəzi dövlətinin yanında etkin bir rolu oynamağı lazımdır ki, oynamaqdadır və danışığımızın davamında ona işarə edəcəyik. Amma eyni halda aparılan siyasətə baxdığımızda göstərir ki, Amerika Suriye'də daha etkin rolu olsun deyə iki səbəbdən dolayı Kürdlərin bərpa etdiyi yerel dövlətdən himayət edəcəkdir. Səbəblərin biri Amerika ilə dostluq eləyənlərdən himayətin qalıcı olmasıdır. Bu o cəhətdən önəmlidir ki, gələcəkdə və hər zaman dünyanın hər yerində Amerika ilə işbirliği edən və ya Amerikaya yardım edən güclərdən himayət olacaqdır deyə siqnalını dünyaya göstərməkdir. İkinci səbəb isə
Suriye dövləti bir federal dövlətə çevrilirsə, hər halda mərkəzi dövlət o iktidarın sahibi ola bilməz ki, necə istirsə o cür aparsın. Bəlkə qərar verici sürəc bir çətrəfil sürəcə, bir mürəkkəb sürəcə çevrilir. Eyni halda Amerikanın Suriye'nin içində daha etkin rolü oynaması üçün Kürt bölgəsi kartından oynamağa da Amerika üçün şərait yaradır. Amma eyni halda bu səbəblərin hamısı Amerikanın direkt yeni devlətin qurulması ilə əlaqəsi, Amerikanın tam Suriye'də etkin olmasını mərkəzi dövlət vasitəsilə nəf edib gözdən atmaq olmaz. Amerika ilə Culani təşkilatının əlaqələrinə baxdığımızda, baxmayaraq ki, bu qrup terörist tanınırdı və bu qrupa qarşı hətta silahsızlaşdırma qərarı alınmışdı. Amma bunlar, yəni Culani və onun qrupu və onun qrupu altında olan qrupları İdlibdə 10 il bəsləyib barındırdılar. Əcəba Amerikanın izni olmasaydı və Amerikanın əli olmasaydı Türkiyə direkt edə bilərdi. Bir bölgənin, yəni İdlibin hakimi kimi qoruyub, dəstəkləyib, donandırsın, bəsləsin, barındırsın, silah versin, eğitim versin və Əsəd rejiminin ən zəif durumunda ıldırım saldırı bir strateji ilə o rejimi saqit eləsin. Yəni 11 günün içində həm Rusiyanı, həm də İranı açmaz bir durumda qoysun və Bəşar Əsədin güc toplamasına belə fürsət verməsin. Əcəba belə bir ıldırım saldıran strateji devletlerin, böyük devletlerin, o cümleden Amerika'nın ve Türkiye'nin mali ve ittilaati dəstəyi olmadan mümkün müydü? Ve bildiğimiz gündən, birinci həftədən Amerika'nın direkt Culani ve onun grubu ve timi ile yaxın əlaqədədir və hər iki tərəfdən də bu əlaqələr onaylanmış və rəsmiyyət tapmışdır. Bu pəncərədən baxdığımızda, yəni Amerika Suriye'de yeni kurulan devletlə mərkəzdə əlaqəsi ola-ola və Kürtlərin yerel devletinin quruluşunun devamından himayəti ola-ola İran rejimi ilə hangi hədəf unvanı ilə bir-biriyle yaxınlaşa bilərlər? Əgərsə Amerika, Culani və yeni formalaşan iktidar ilə Suriye mərkəzində əlaqədə və ilişkidədirsə və bu əlaqələr Türkiye və Amerikanın ümumiyyətdə yeni kurulan mərkəzi devletlə Suriye'də yaxın əlaqələri varsa, necə Amerika devleti Suriye'nin mərkəzi devletinə kurulan qarşı bir birliği İran rejimindən qəbul edə bilər? Və əgərsə Suriye'nin Kürtləri İran rejiminin himayətini, dəstəyini Suriye'nin mərkəzi devletinə qarşı qəbul edirsə, əməldə Amerikanın dəstəyini əldən verir. Çünki Amerika Suriye'nin yeni kurulan devletiyle yaxın ilişkidədir. Sual budur. Eğer Suriye Kürtləri İran rejiminin dəstəyin, Amerikanın dəstəyi qarşısında qəbul eləsələrsə, yəni əməldə Amerikanın dəstəyin öz üstlərindən üzüb kəsəcəklər. Amerikanın dəstəyi Kürtlərin üstündən götürülürsə, İranla Türkiye Suriye'de qarşı-qarşıya duracaqlar. Türkiye ordusu ilə və İran Kürt yerel kurulan devletin gücləri ilə birbirinin qarşısında duracaqlar. Acaba bu yarışmada, bu duruşmada, bu qarşılaşmada İranın qazanmaq üçün şansı var mı? Bildiyimizə görə İranın qazancı Bəşar Əsədin Suriyəsində Rusiyanın var olması, xüsusən Rusiyanın hava alanında İrana dəstək verməsi ilə o qazanclar əldə olmuşdu. İndi isə İran İslam Cumhuriyyəti kurulan zəif Kürt yerel devlet vasitəsilə və Rusiyanın dəstəyinin olmadığı yerdə İran rejimi hangi qazancları Suriye'də əldə edə bilər? Bildiyimiz qədər Amerikanın Əraq sınırından Suriye'yə girəndə çox böyük bir əskəri üssü, paygah vardır və bildiyimizə görə o əskəri baza gündən günə güclənməkdə və genişmədədir. Yəni Amerikanın
düzgün vasitə ilə mərkəzi dövlətlə əlaqədar Suriyədə əskəri yatırım halındadır. Bu arada Suriyədə yeni iktidarı qurmaya çalışan Colani və Heyəti Təhrir-i Şam, Bəşar Əsədin dövlətinin yıxılmasından sonra İran rejiminin əlindən xilas oldu. Rusiyada bir türlü, Suriyədə bir türlü etkisiz hale gəldi. İndi isə Suriyədə yeni qurulmaqda olan iktidarın, yəni Colanın timinin qarşısında 3 dövlət durur. Yəni Türkiyə, Amerika və İsrail. Colaninin timi bu dövlət qarşısında zəif durdu olduğunda, bildiyimiz kimi Suriyə əskəri açıdan tam çökmüş bir durumda olduğuna görə xarici dövlətin himayəsinə qətiyyən ehtiyacı vardır. Normal olaraq Rusiyədən köməklik alma mümkün değildir. Ama bu arada Rusiyəni Suriye'den dəf eləməmə bir pozitiv yöndür. Yani Amerika ile Rusya arasında bir balans vardır diye Colani bu şəritin üstünde oynamağı düşünmək olar. Ama her halda bugün Colani'nin Suriye'nin içinde ve bölgede güc dəngəsi yaratmaq üçün bir xarici dövlət himayəsi lazımdır. Acaba bu xarici dövlət kesinlikle İsrail ola bilməz. Çünkü İsrail Bəşar Əsəd gedəndən sonra da belə Suriyəni hərbi, əskəri cəhətdən iflic eləsin deyə o ölkənin əskəri varlığının məhv etməsinə çalışdı. Hətta bu halda belə Colani'nin timi və seçdiyi Xarici İşlər Baxanlığı İsraili barışa dəvət etdi. Yəni o deməkdir ki, nə savaşma istəyirik, nə savaşma gücümüz vardır. Bu arada bir sual qalır. Acaba Amerika İsraili sakinləşdirib və Suriye'nin yeni qurulan dövlətini güvənliyi altına alabilir, ya Türkiye eləyə bilər Colani, onun timi və yeni iktidarı İsrailin qarşısında güvənliyi alsın. Aydındır ki, bu sualın cevabı Amerikandan sonra başka bir devlet veya Türkiye olabilmez. Çünkü Türkiye ile İsrail'in AKP iktidarı devrinde güvenli bir əlaqə, ilişkiyə dayanmır. Bir tərəfdən də Türkiyə-Suriyə əlaqəsində Kürt yerel devleti qurulmasını özünə qırmızı çizgi kimi tanıtdırır. Və baxmayaraq ki, AKP Colani'nin timini geçen 10 ildə barındırıb bəsləməsində böyük bir rolu olmasına rəğmən nə Amerika və nə İsrail Kürtlərin yerel qurduğu hakimiyyətin müqəddəratını Türkiye vermək istəmirlər. Kürtlərin Suriye'de yerel devlet kurmalarında hem Amerika'nın ve hem İsrail'in ister istemez menafei bir türlü təmin olur. Yani hem Suriye'de bir tekel rejimin merkezde kurulmasının karşısını alır, eyni halda Kürt bölgesinden himayetle Suriye'nin siyasi coğrafyasında daha etkin rol oynamağa şərait yaranır. Sözlərimizi toparlamaq istərsək, İranın çabası Suriye'de Kürtlərlə dostluq, Suriye'de qurulan mərkəzi devlete karşı bir çaba içinde olmasına rağmen bu siyaset hem tutarsız ve hem İran rejimine yararsız olacaktır. Başka tərəfdən Türkiye'nin etkin rolunu Suriye'de oynamağına baxmayaraq, çok büyük ehtimalla Türkiye'nin istediği siyaset Suriye'de, yani Kürtlərin yerel devletini etkisiz bir hale getirme də özünə bir ufuk göstermiş. Belli olası yeni Suriye'de Amerika çok geniş vasitədə siyasi sahədə özünə zəmin qazanır. Suriye'de yeni kurulan mərkəzi devletin Amerika ile yaxın ilişkisi hem Suriye'nin mərkəzi devletini bir türlü İsrail ile balansa getirir, bir başka vasitəyle də Türkiye ile Amerikanın arasında bir muamilə ilə Kürtlərin yerel devletinin bir zəif və müəyyən səviyyədə qalmasının qəbul olunması ilə yeni Suriye'de məsələlər özünə bir türlü çözüm bulma ufuklarını göstərməkdədir. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.